Salam əziz şagirdlər. Mən Əmirova Zülfiyə, Hilal kurslarının Azərbaycan dili müəllimi. Bugün sizə Hilal kurslarının 5 aprel 2026-cı il tarixində keçirtdiyi mövzu sınaq 6-nın Azərbaycan dili fənni üzrə suallarının izahını verəcəm. Birinci sual. Kök leksik qrammatik sxeminə uyğun gəlməyən sözü müəyyən edin. Əvvəla uşaqlar gördüyünüz kimi qara hərfdən gəlməyən sözü də işarələnib. Yəni bunu nəzərə alaq və sözləri təhlil edək. İş sözün köküdür, isimdir, işləmək feildir, işlətmək feildir, yeni söz düzəldi, dil, qrammatik zaman şəkilçisidir. Burada bizim sxemimizə uyğun gəldiyi üçün cavabımız A variantı deyil. Düşmənçilikdən. Düşmən sözün köküdür. Düşmənçi sözü dilimizdə olmadığı üçün burada çilik şəkilçisini birlikdə götürürük. Ən qrammatik şəkilçidir. Demək ki, cavabımız B bəndidir. Bu sxemə uyğun deyil. Tanışlığa. Tanımaq sözün köküdür. Ş leksikdir, L leksikdir, A qrammatikdir, yönlük hal şəkilçisidir. Sxemə uyğun olduğu üçün C bəndi də deyil. Göyərtilər sözündə sözün kökü göy, göyərmək, göyərti və lər cəm şəkilçisi qrammatik. Sxemə uyğun olduğu üçün D bəndi də çıxdıq. Ləngitmək sözündə sözün kökü ləng, ləngimək, ləngitmək və məkdə qrammatik məzdər şəkilçisi. İkinci sual. Qaya sözünə ismin hansı halının şəkilçisini artırsaq, sözün tələffüzü dəyişər. Bilirik ki, ümumiyyətlə hal şəkilçiləri fərqli tələffüz olunmur, amma yönlük hal şəkilçisi açıq saitlə bitən, yəni qaya kimi, Şuşa kimi, nənə, baba, ana kimi sözlərə qoşulduqda sözün son saiti öz tələffüzünü dəyişir. Yəni burada cavabımız C bəndi yönlük hal olmalıdır. Qa, ya yazırıq. Qa, ya tələffüz edirik. Gördüyünüz kimi açıq sait A sözün sonunda, I saiti kimi tələffüz oldu, qapalı saitə keçdi. Üçüncü sualımız. Birinin mənası səhv verilib. Bu, dərsliyimizdə verilən səhifə 319-321-də olan izahlı lüğətdir. Ərizə, xahiş, istək ifadə edən məktub deməkdir. Bu doğrudur. İsrarlı dediyindən dönməyən, təkid edən deməkdir. Bu da doğrudur. Qamət, boybuxun, qəd deməkdir. Doğrudur. Müthiş, sevimli, xoş hisslər yaradan yox, müthiş, vahiməli, heyrəti doğuran deməkdir. Ona görə cavabımız bizim D bəndidir. E bəndi ehmalca, yavaş-yavaş, sakitcə, bu da doğrudur. Dördüncü sual. Cümlələrin birində zərf yoxdur. Bilirik ki, zərf hərəkəti müxtəlif cəhətdən izah eləyən nitq səsidir. Qəhər onu boğduğundan bir qədər susdu. Burada bir qədər kəmiyyət zərfidir. Susmaq hərəkətinin miqdarını, kəmiyyətini bildirir. Burada zərf var. Uşaqlar çöldə oynayırdılar. Uşaqlar isimdir. Çöl yerlik halda olan isimdir. Sözün hansı nitq səsinə aid olduğunu bilmək üçün onun başlanğıc formasına sual veririk. Çöl isimdir və o yerlik haldadır. Oynayırlar da feil olduğu üçün B bəndində zərf yoxdur. Axşam bizə çoxlu qonaqlar gəldi. Nə etdi? Gəldi. Nə zaman? Axşam. Axşam burada zaman zərfidir. Bilirik ki, səhər, axşam kimi sözlər nə zaman sualına cavab verəndə zərf olurlar. Adil sinifdə sakit oturmuşdu. Oturmağın necəliyini bildirən sakit sözü də burada tərz hərəkət zərfidir. Xəbər tezliklə burada çatdı. Burada zərf bura və tezliklə sözləridir. Bu cümlədə də zərf olduğu üçün cavabımız B bəndidir, doğru. Əvəzliyin məna növü baxımından məntiqi ardıcıllığı davam etdirin. Hamı qeyri-müəyyənəvəzlikdir, kimsə qeyri-müəyyənəvəzlikdir, biri qeyri-müəyyənəvəzlikdir. Demək ki, biz bura məntiqi ardıcılığa qeyri-müəyyənəvəzlik seçməliyik. Bütün təyinəvəzlikdir, hər təyinəvəzlikdir, filan təyinəvəzlikdir, bəzi qeyri-müəyyənəvəzlikdir. Onlar şəxs əvəzliyi olduğu üçün cavabımız D bəndidir. Amonim sayıları seçin. Əvvəla biz burada sayıları tapmalıyıq. 1, A bəndində 40, 1000 və 80. 4-ü də saydı və 4-ü də amonimdir. 1, qüvvətləndirici ədatdır. Gözəl bir gün, bir mənə bax və s. Bir də bir konkret miqdar bildirən müəyyən saydır. 40, bir var tükləri təmizləmək.
qırxmaq feil kimi, bir də var 40, 39-dan sonra gələn rəqəm. Min bir şeyə minmək mənasında ata minmək, maşına minmək feil, 80 və müəyyən miqdar sayıdır 1000. 80 sözü də diksinmək, səksənmək, qorxmaq mənasında işlənir və həmçində rəqəm müəyyən miqdar sayıdır. Cavabımız B, A bəndidir. 7-ci sual. Biri frazeoloji birləşmə kimi işlənə bilməz. Ağzı açıla qalmaq, təəccüblənmək, heyrət içində olmaq əlbəttə frazeoloji birləşmədir. İşə düşmək B bəndində, bu da frazeoloji birləşmədir. İşə düşmək, hərəkətə başlamaq, həm də çətin vəziyyətlə qarşılaşmaq deməkdir. Bilirik ki, işə düşmək amonim frazeoloji birləşmədir. C bəndi külünü göyə savurmaq, tamamilə bir insanı, bir şeyi darmadağın etmək, məhv etmək deməkdir. Frazeoloji birləşmədir. Evə getmək təbii ki, sərbəst söz birləşməsidir. Heç bir məcazliyi yoxdur. Frazeoloji birləşmə deyil. Cavabımız D bəndidir. Yadına düşmək, xatırlamaq, bu da frazeoloji birləşmədir. 8-ci sual. Kökü əvəzlik olan düzəltmə sözləri seçin. Gəlin əvvəlcə sözləri kök və şəkil çağıraq. Çoxalma sözünün kökü çoxdur, çox saydı, saydan feil düzəlib. Mənlik sözünün kökü mən şəxs əvəzliyidir. Lik leksik şəkilçidir. İsim düzəlib. Cavabımız 2-ni götürürük. Kimlik, kim sözün köküdür, sual əvəzliyidir. Kimlik də isimdir. 3-ü də götürürük. Azlıq, az sözü saydır və say olduğu üçün 4 bizə uyğun gəlmir. 5, həminki sözünün kökü həmindir. 2 leksik şəkilçidir. Həmin sözü də işarə əvəzli olduğu üçün götürə bilirik. Gerilik, sözün kökü geridir. Lik leksik şəkilçidir. 6-cı sözdə də geri sözünün kökü, gerilik sözünün kökü geri zərf olduğu üçün yer zərfi A-da uyğun deyil. Cavabımız 2, 3, 5 A bəndidir. 9-cu sual. Hansı cümlədə ismin xüsusiyyətini daşıyan sifət çıxışlı halda işlənib? Biz əvvəlcə cümlədə sifəti tapmalıyıq. Bu ismin xüsusiyyətini danışmalıdır, yəni çıxışlı halda işlənməlidir. A bəndində könüllülər sabah yola düşəcəklər. Burada könüllülər sözündə könüllü sözü başlanğıc formasına görə sifətdir. Lakin burada çıxışlı hal şəkilçisi dan-dən yoxdur. O cəmlənib. Onun bu hərəkəti evdəkiləri təəccübləndirdi. Bu cümlədə sifət evdəkiləri sözüdür və burada da biz çıxışlı hal şəkilçisini görmürük. Sözün kökü evdir, taki leksikdir, lər cəm şəkilçisidir, təsirlik hal şəkilçisidir. C bəndi, gənclərdən biri məsrufətin itirdiyi qardaşı idi. Gənc sözün köküdür, bu sifətdir, cəm şəkilçilər və dən çıxışlı hal şəkilçisi olduğu üçün cavabımız C bəndidir. Alışqın stolun üstündədir. Bu cümlədə ümumiyyətlə sifət yoxdur. Bağdakı səliqə səhman göz oxşuyurdu. Burada da bağdakı sözü sifətdir, lakin burada da çıxışlı hal şəkilçisi olmadığı üçün cavab bizə uyğun deyil. 10-cu sual. Hansı sırada sözlər antonim deyil? Hicran, qovuşmaq, ayrılıq, vüsal, qovuşmaqdır. Bu sözlər antonimdir. Seyrək və sıx sözləri antonimdir. Hər ikisi də sifətdir, mənaları da bir-birinin əksidir. Xeyirlə ziyan, xeyir fayda səmərədir, ziyan, zərər, əlbəttə ki, antonimdir və eyni nitqcəsidir. Donmaq və ərimək antonimdir və eyni nitqcəsidir. Vəfalı və vəfasız sözlər isə antonim deyil, çünki vəfa sözün kökü sız leksik, vəfa sözün kökü lı leksik. Burada hər iki sözün kökü vəfa olduğu üçün bilirik ki, kökləri eyni olan sözlər sinonim və antonim hesab edilmir. Burada antonim olan sız və lı şəkilçiləridir. Sözlər antonim deyil. 10-cu sual, cavab E bəndi. 11-ci sual. Sifətin dərəcələrinə əsasən uyğunluğun pozulduğu bəndi müəyyən edin. A bəndi büsbütün, çoxaltma dərəcəsinin altında yazılmasına baxmayaraq, bilirik ki, büsbütün qaydamıza görə zərfdir. Bu, sifətin heç bir dərəcəsinə uyğun bir söz deyil. Həqiqətən də yanlışdır. Yanlış xananın altında yazılıb. Olluca adi dərəcədə deyil, bu çoxaltma dərəcəsində olan sifətdir. Ona görə də çoxaltmanın altında yazılmalıydı. Həqiqətən də yanlışdır. C bəndində ağ təhər çoxaltma dərəcəsi deyil. Ağ təhər azaltma dərəcəsidir. Çünki təhər azaltma dərəcəsini əmələ gətirən sintaktik üsulda verilən sözlər arasındaydı. Çoxaltma dərəcəsi deyil, lakin burada doğru xananın altında üstəgəl işarəsi qoyulduğu üçün bu təbii ki,
uyğun deyil. Yəni uyğunluq C bəndində pozulub. D bəndində yastıraq sözü azaltma dərəcəsindədir həqiqətən də. Ona görə də doğru xananın altında doğru işarə qoyulub. Ala bəzək adi dərəcədir. Ala sözü bəlkə sizi burada çaşdıra bilər, amma bəzək sözü isim olduğu üçün bilirik ki, ala sözündən sonra isim gələndə bu sözlər adi dərəcə olurlar. Ona görə də onun altında doğru üstəgəl işarəsi doğru qoyulmuşdur. 12-ci sual. Uyğunluğu müəyyənləşdirin. Kəmiyyət, zaman və yer zərflərinə uyğun cümlələri tapmalıyıq. Az danış, mənalı danış. Burada az, hərəkətin miqdarını, kəmiyyətini bildirdiyi üçün biz onu kəmiyyət zərfinə götürürük. Sabah Bakıda yeni yarış keçiriləcək. Burada sabah hərəkətin zamanını bildirdiyi üçün nə zaman yarış keçiriləcək, ona görə də onu götürürük zaman zərfinə. İrəlidə bir yük maşını dayanmışdı. Bilirik ki, irəli, geri, aşağı, yuxarı bunlar yer zərfidir. Bu da yer zərfinə uyğundur. Atlılar irəlidəki təpədə dayanmışdılar. Burada irəlidəki sözü sizi çaşdıra bilər, amma sözün kökü irəlidir. Dəki isə sifət düzəldən şəkilçidir. Bilirik ki, dəki olan bütün sözləri həmişə sifət götürməliyik. Ona görə burada ümumiyyətlə zərf yoxdur. Təpə burada yer zərfinə bəlkə bənzədə bilərsiniz, amma bu da yer zərfi deyil. Çünki təpə isimdir, də yerlik al şəkilçidir. Axşam yeli qızın saçlarını üzünə dağıtmışdı. Burada da çaşdırıcı sözümüz axşamdır. Lakin axşam yeli nəyin yeli sualına cavab verdiyi üçün bilirik ki, səhər axşam sözləri nə sualına cavab verəndə isim, nə zaman sualına cavab verəndə isə zərf olur. Ona görə eyni də heç birisini götürmürük. Cavabımız A bəndidir. 13. Quruluşça düzəltmə feili müəyyən edin. Daraşmaq sözü bilirik ki, sadə feildir. Səhifə 75-də feilin qaydasında sadə feillərin arasında bu söz var idi. Həmçinin qaldırmaq sözü də sözün kökü qaldırdı. Maq məstər şəkilçi qrammatikdir. Güləşmək sözündə də sözün kökü güləş, mək qrammatik şəkilçidir. Savaşmaq sözündə də sözün kökü savaş qrammatik şəkilçidir. Başlamaq, gözləmək, izləmək, toplamaq kimi sözlərdə bilirik ki, baş sözün köküdür, leksikdir, maq qrammatikdir. Cavabımız E bəndidir. Kökü amonim olan hansı sözü həm ismin yəlik halında olan söz kimi, həm mənsubiyyət şəkilçili söz kimi, həm də sadə feil kimi düşünmək mümkündür. Gəlin sondan başlayaq. Sadə feil kimi görək hansı sözləri biz düşünə bilirik. Qazın, siz yeri qazın. Bəli, bu sadə feil ola bilər. Ayın, ayın deyə, ayınmaq deyə bir feil yoxdur, B bəndini çıxırıq. Sazın deyə bir feil yoxdur, çıxırıq. Közün deyə bir feil yoxdur, çıxırıq. Çəkin, çəkin, siz çəkin deyə bir feil var. Cavabımız A və E arasında hər iki söz sadə feil ola bilir. Yəhlik hallı isim kimi gəlin görək. Qaz sözü bilirik ki, amonim sözdür. Qaz burada həm heyvan qaz ola bilər, həm də fiziki cisim maye qaz ola bilər, həm də ki, feil kimi təbii ki, qaz ola bilər. İsmin yəlik halı kimi biz burada qazın rəngi, qazın həmçinin iyi kimi də, qoxusu kimi də düşünə bilərik. Yəni, yəlik hallı isim kimi düşünmək olar qazın sözünü. Bir də mənsubə şəkilçili isim kimi. Tutaq ki, sənin qazın mənim həyətimə keçmişdir. Sənin qazın. Heyvan qazdan söhbət gedir. Təbii ki, bu da mümkün olduğu üçün cavabımız A bəndidir. Niyə çəkin sözü deyil? Gəlin baxaq. Sözün kökü çəkdir. İ burada leksikdir. N qrammatikdir. Bu sözün yəlik halda olması düzgün deyil. Çəkinin tutaq ki, ağırlığı olardı. Əgər bu yəlik halda olsaydı. Buradakı N samiti sənin, çəkin yalnız mənsubə şəkilçili söz kimi düşünmək mümkündür. Ona görə də yəlik hal olmadığı üçün cavabımız E bəndi də uyğun deyil. 15-ci sual. Nöqtələrin yerinə hansı ifadələr yazılsa, yaranan cümlənin tərkibində diqqətli olaq uşaqlar. Yaranan cümlənin tərkibində deyir. Moruq sözündə demir. Kar samit olmaz. Moruq əzik ola bilər. Əzik sözündəki K samiti ondan sonra sait gəldiyi üçün biz yığ kimi tələffüz edirik. Moruq sözündə də moruq əzik ola bilər. Cümləsini yazsaq,
Moruq sözündəki qını biz tələffüzdə ı kimi tələffüz edəcəyik. Ona görə də biri çox rahatlıqla götürə bilərik. İkinci, moruq yedik. Moruq yedik sözünü biz bura əlavə etsək, moruqdan sonra samit gəldiyi üçün q burada x kimi tələffüz olunacaq. Sözün sonundakı k samitini də biz x kimi tələffüz edəcəyik. Ona görə yedik sözü də bizə burada uyğun gəlmir. İkini götürə bilmərik. Üçü də götürə bilmirik. Çünki heç bunu qoyub yoxlamağa da ehtiyac yoxdur. Çünki burada x samiti var. X samiti də kar samitdir. Aldıq sözündə q samitini biz x kimi tələffüz edəcəyik. Həmçinin moruq sözündə düzdür, kar samit olmayacaq. Amma aldıq sözündə olduğu üçün 4-ü də götürə bilmərik. 5. Moruq iylidir. İ saiti ilə başlandığı üçün söz moruqdakı qını biz x kimi tələffüz edəcəyik. Və iylidir sözündə r səs düşümü hadisəsi baş verir. Burada ümumiyyətlə kar samit olmur. Ona görə cavabımız olacaq 1 və 5. 16-cı sual. Qızıl və qızılı sözlərini müqayisə edəndə hansı fikir hər iki söz üçün ortaq götürülə bilər? Yalnız sadə sözlər kimi düşünülə bilər. Qızıl və qızılı sözləri əlbəttə bu yanlışdır. Çünki qızıl sözü yalnız sadə söz kimi düşünülsə də, qızılı sözünü biz həm rəng, leksik, şəkilçi kimi, sifət kimi, həm də ki, təsirlə kimi, mənsubə şəkilçili söz kimi düşünə bilərik. Yəni, ortaq xüsusiyyət deyil. Əlamət bildirən nitq hissəsidir. Bu da yanlışdır. Çünki qızıl isimdir. Tərkibinə görə təhlil sxemi iki cür ola bilər. Təbii ki, bu da ortaq deyil. Yuxarıda izah etdik ki, qızıl bir cür təhlil olunur. Eyni suala cavab verə bilər. Diqqətli olun uşaqlar, deyir verə bilər. Demir verir, deyir verə bilər. Yəni, məsələn, qızıl sözü qızıl, üzük, itib. Hansı üzük? Qızıl üzük. Qızılı, payız, sevindirir, göz oxşuyur və s. kimi cümlələr yazsaq, hansı payız? Qızılı payız. Ona görə də bu fikir hər iki sözü üçün ortaq ola bilər. Azaltma və çoxaltma dərəcəsində işlənə bilər. Əlbəttə, bu fikir də ortaq deyil. Çünki qızıl sözü isimdir. Onun dərəcəsinin olması mümkün deyil. 17-ci sual. Hansı sözdə i saiti uzun tələffüz olunur? Xəzinə sözündə təbii ki, i-ni uzun tələffüz edirik. Cavabımız adı. Həzin, şəkil və xizək və inək sözlərində uzanma ümumiyyətlə yoxdur. Cavabımız A bəndidir. 19-cu sual. Seçilmiş sözə əsasən uyğunsuzluğu müəyyən edilir. Anamın hazırladığı səhər yeməyi çox dadlı idi. Hansı yemək? Səhər yeməyi. Səhərin yeməyi bu isimdir. Həqiqətən də doğrudur. Onların evində çoxlu adam var. Adamın sayını bildirən çoxlu sözü qeyri-müəyyən sayıdır. Doğrudur. Günorta güclü yağış başladı. Nə zaman başladı günorta? Bu da zaman zərfidir. Doğrudur. Yaxşı iş üzü ağardar. Sifətdir. Hansı iş yaxşı iş? Həqiqətən yaxşı söz burada sifətdir. Doğrudur. Mən ulduzlu aylı gecələri çox sevirəm. Burada gecə sözü nəyi sevirəm sualına cavab verdiyi üçün zərf deyil, isimdir. Yəni cavabımız E bəndidir. Burada uyğunsuzluq, zərf yox, isim yazılmalıydı. 20-ci sual. Hansı bənddə verilmiş mürəkkəb xüsusi isim? İsim, üstəgəl sifət sxeminə uyğundur. Əvvəla, malıyıq ki, bu söz xüsusi isim olmalıdır. Həqiqətən də variantda gördüyümüz kimi Ayseldə, Alabaşda, Qaragözdə, Ağabacıda, Elşəndə hamısı xüsusi isimdir. Demək ki, tərkiblərinin isim və sifət olduğuna diqqət etməliyik. Aysel sözündə ay isim, sel isim, A bəndi getdi. Ara sifət isim olduğu üçün bizdə şərtdə əksinə isim üstəgəl sifət dediyi üçün cavabımız B bəndində deyil. Elşən sözündə el isimdir, şən sifətdir. Həqiqətən də bu doğrudur. Cavabımız C bəndidir. Alabaş sözündə də ala sözün sifətdir, baş isimdir. Əksinə olduğu üçün cavabımız alabaşda deyil. Ağabacı sözündə də ağa sözü də isim, bacı sözü isim olduğu üçün cavabımız E bəndidə deyil. Gəlin indi 21-25-ci sualları həll edə bilmək üçün mətnlə tanış olaq. Səbəbi hökmdarı Şah İsmailin atası Şeyx ilə dayıları Sultan Yaqub Rüstəm Mirzə arasında inciklik var.
Şeyx Heydər döyüşdə həlak olduqdan sonra Rüstəm Mirzə İsmayılın qardaşlarını və anasını qətlə yetirdi. Şeyx Heydərin dostları və tərəfdarları yalnız balaca Şah İsmayılı, yəni balaca İsmayılı qaçıra bildilər. Bir gün Rüstəm Mirzə eşidir ki, balaca İsmayılı Gilanda gizlədirlər. Gilan hakiminin yanına elçilər göndərir ki, ya İsmayılı ver, ya da boynunun vurulacaq. Hakim Rüstəm Mirzənin elçilərinə deyir, əgər Qurana and içsəm ki, İsmayılım Gilanda yoxdur, mənə inanarsınızmı? Amma bilirdi ki, Gilan hakimi Mirzəli çox mömin adamdır. Ona görə də elçilər ona inanırlar. Bu vaxt hakim adamları balaca İsmayılı gizlincə zəmbilin içinə qoyurlar. Zəmbili isə hündür bir ağacın budağından asırlar. Bundan sonra Gilan hakimi əlini Qurana basır və deyir, and olsun ki, Qurana ki, Şeyx Heydərin oğlu İsmayılın ayağı mənim torpağıma dəymir. Bunu eşidən elçilər geri qayıdıb, hər şeyi düşmənlərə nəql edirlər. Onlar da İsmayılı axtarmaqdan vaz keçirlər. Bu hadisədən 6 il sonra 14 yaşlı İsmayıl tərəfdarlarının köməkliyi ilə hakimiyyətə gəlir. Birinci sual. Mətnin məzmununu aşağıdakı sözlərdən hansı daha çox uyğun gəlir? Bunlar sözlərindən hansı daha çox uyğun gəlir? Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq hər kişinin işidir. Təbii ki, bu bizim mətnimizə uyğun deyil. Çünki burada yaxşılığa yaxşılıqla cavab verən və yaxud da ki, edilən pisliyə yaxşılıqla cavab verən biz bir hərəkətə şahid olmuruq. Ağıl yaşda deyil, başdadır. Burada da heç bir yaş söhbəti ilə əlaqəli olan, balaca bir uşağın ağıllı olmasından və s. kimi məsələlərdən söhbət getmədiyi üçün cavabımız B-də deyil. Doğru söz and istəməz. Biraz çaşdırıcı görsənsə də, burada doğru söz and istəməz. Lakin biz mətndə görürük ki, doğru sözə inanmadıqları üçün Gilan hakimi and içməyə məcbur qalır. Yəni, bu üsulu seçir ki, ona inansınlar. Daha doğrusu, ona görə də doğru sözü and istəməz fikri bizim mətnimizə uyğun deyil. Zəka gücdən üstündür. Əlbəttə ki, zəka, ağıl hər zaman gücdən üstün olub. Yəni, güclə İsmayılın qorumaq yerinə Gilan hakimi onu ağılla, zəka ilə qorumağı seçir. Bu da onda çox uğurlu alınır. Cavabımız D bəndidir. Yaxşılıq əvəzsiz qalmır. Bu da yanlışdır. Çünki bizim mətnimizdə nə deyirəm, yaxşılıq haqqında söhbət getmir. Yaxşılığa əvəz etməkdən, əvəz etməmək kimi məsələlərə toxunulmur. 22-ci sual, qarşısında işarə qoyulmuş hansı sözün mənası düzgün verilməmişdir? Gəlin baxaq. Birinci sözümüz bizim geniş sözüdür. Geniş sözü gördüyümüz kimi hündür sözü verilib burada. Hündür sözü ilə geniş sözü əlbəttə ki, düzgün deyil. Geniş sözü, hündür sözü. Hündür sözünün yəni izahı geniş deyil. Təbii ki, bu yanlış verilib. Bizdən də elə deyəsən şərtdə verilməmişi soruşur. Yəni cavabımız burada bizim olmalıdır. A bəndi. Gəlin digər bəndlərə də baxaq. Heç kəs görmədən xəlvətcə bu söz dairə sözü, dairədə qarşısında işarəsi qoyulan gizlincə sözünə aiddir. Əlbəttə ki, bu doğrudur. Bu izah doğrudur. Dördbucaq verilən söz yollayır sözüdür. Yollayır sözünü də göndəri sözünün qarşısında veriblər. Bu izah da doğrudur. Üçbucaq toxunmur və rombuda aramaqdan. Üçbucaq sözü toxunmur. Üçbucaq dəymir, toxunmur, doğrudur. Aramaq da axtarmaq olduğu üçün romb işarəsində bu sözlərin izahları bəndlərimizdə doğru verilmişdir. Yəni cavabımız bizim A bəndidir. 23-cü sual, aşağıdakilərdən hansı Gilan hakiminin davranışını daha düzgün xarakterizə edir? Qorxaq və tərəddüdlü, əlbəttə ki, o nə qorxaq idi, nə də tərəddüd edirdi. Qəddar və amansız deyildi, sadiq və təcrübəsiz deyildi, laqeyd və diqqətsiz deyildi, İsmayılı götürüb qorumuşdu. Amma tədbirli və zəkalı olması onu tam xarakterizə edən iki xüsusiyyətdir. Fikirləri uyğunlaşdırın. Elçilər hakimin sözünə inanırlar. Nəyin nəticəsində inanırlar? Gilan hakimin yanına elçilər göndərilir. İsmayılın gizlincə zəmbilin içinə qoyub hündür bir ağacdan İsmayılın axtarışına son qoyulur. Deməli,
Elçilər hakimin sözünə inandıqları üçün İsmailin axtarışına son qoyulur. Bəli, B bəndi. Rüstəm bizə eşidir ki, balaca İsmail Gilanda gizlənir və nəticədə Gilana neyniyir? Elçilər göndərir. Düzdür? C-ni də bura götürəcəyik. İsmaili qorumaq üçün tədbir görülür. İsmail gizlincə zəmbirin içərisinə qoyulub hündür bir ağacın budağından asırlar. Bu da olacaq bizdə A. Cavabımız B, C, A formasında A bəndidir. Və sonuncu sualımız bizim 25-ci sualda. Nə deyir bizə? Deyir ki, mətndə qarşısında Roma rəqəmi yazılmış hansı cümlələrdə, yəni cümlələrdən birində söhbət gedir, məcazi mənalı ifadə var. Birinci, Şeyx Heydərin dostları və tərəfdarları yalnız balaca İsmaili qaçıra bilirlər. Burada məcazi mənalı ifadə yoxdur. Bir gün Rüstəm Mirzə eşidir ki, balaca İsmaili Gilanda gizlədirlər. Burada da məcazi mənalı ifadə yoxdur. Amma bilirdi ki, Gilan hakimi Mirzə Əli çox mömin adamdır. Burada da yoxdur məcazi mənalı ifadə. Bu vaxt hakimin adamları balaca İsmaili gizlincə zəmbirin içinə qoyurlar. Burada da yoxdur məcazi mənalı ifadə gördüyümüz kimi. Demək ki, cavabımız 5-ci cümlədir. Bu hadisədən 6 il sonra 14 yaşlı İsmail tərəfdarların köməkliyi ilə hakimiyyətə gəlir. Yəni biz evə gəlirik, hər hansı bir yerə işə gəlirik, amma hakimiyyətə gəlmək, yəni hakimiyyətin başına keçib hökmdar olmaq deməkdir. Ona görə də cavabımız olur bizim 5-ci, yəni A bəndi. Bu qədər əziz uşaqlar, hamıya uğurlar arzu edirik. Nəticələrinizin yüksək olmasını diləyirik.